Baş Dövlət Yol Polisi İdarəsi həftə sonu səfərə hazırlaşan sürücülərə müraciət edib. Bu barədə idarədən Oxu.az məlumat verilib. Məlumatda bildirilir ki, hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır. Baş Dövlət Yol Polisi İdarəsi həftə sonu xüsusilə Respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq şəxsi avtomobillərlə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz hava şəraitində daha diqqətli olmağa, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, eyni zamanda ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl eləməyə çağırıb.